Vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Əziz 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri, bu gördüyünüz şəhidlərin 61 küçəsi olan, 61'ə yaxın küçəsi olan, ola bilər ki, bəlkə də hələ daha az, şəhidlərimizin adını daşıyan Gəncə şəhərində Sevinç qəsəbəsi əvvəlki adından indi Məsəti Gəncəvi qəsəbəsidir. Bu diqqətsiz qalan, Cənab Prezident tərəfindən hər zaman diqqət ayrılan bir qəsəbənin yollarıdır. Bu yollara baxın. Deməli, məmurların hamısı öz evlərinə gedən, evlərinə gedən yollar asfaltlanır. Dəfələrlə müraciət eləyirik ki, bir traktor sədə yollayın, buranı sıyırsınlar. Baxın əzizlərim, bax bu şəhidlərin adını daşıyan bir küçəyə, qəsəbəyə girən yollara baxın. Yəni ki, burada əməlli başlı böyrək daşlarını salmaq olar. Yəni özünüz də görürsünüz ki, burada necədir yollar. Yollarda deməli avtomobillər nasaz vəziyyətə düşür 1. Vətəndaşlar narazılıq edir 2. Çoxsaylı vətəndaşların şikayət və müraciətləri var ki, baxın görün, maşın deməli nasaz vəziyyətdə olan yollara baxın, şəhidlərin adını daşıyan qəsəbəyə gedən yollara. Dəfələrlə Gəncə şəhər icra hakimiyyəti başçısına, Gəncə şəhər icra hakimiyyətinin strukturuna, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndələrinə müraciət edirik ki, heç olmasa bir yolları nizamlayan o traktorları var. O traktorları gətirsin, Allaha and olsun, bura taksi sifariş verirlər, taksi də gəlmək istəmir. Gəlmək istəmir ki, qardaş, bura gəlirik, maşınımız nasaz vəziyyətə düşür. Bu bir, yollara baxanda acınacaqlı vəziyyətdədir yollar. Yəni bura bir niyə diqqətsizdir? Olimpiyadada buranı örtbasdır etdilər. Buranın qəsəbəni vermədilər, yollarını vermədilər. Buranın tikintisini vermədilər, çəkilişini vermədilər. Sadəcə tez tələsik bir dənə avtobus dayanacağı açdılar, 16 nömrəli avtobus. O da ki, demək olar ki, reis, dinəndə deyir, reis bizim balansımızda deyil. Qardaş, bu yol mən sizinlə danışa-danışa inandırım sizi ki, mənim içalatım düşürəcək. Yəni mən burada avtomobili nə vəziyyətdə gətirib çatdırırıq mənzil başına, ya bir vətəndaşın biri təcili yardım buradan gedəndə özünə təcili yardım lazım olur həkimlərin. Ki bu nədir? Buranın bir yiyəsi yoxdurmu? Bəli, var. Yiyəli şəhərin yiyəsiz icra başçıları var. Yiyəsiz məmurları var. Yaraşmaz. Vallahi yaraşmaz. Baxın. Təhlükə yarada biləcək reisdir. Bu reis kimin nəyinə lazımdır? Bu reis Sovetlər devrindən qalıb, baxın, yol çəkib güya, 16 saylı avtobusun belə gedir. Bəs buradan beləki yollar nədir? Gözdən pərdə asmaqdırmı? Yollara baxın siz, vətəndaşsınız da, baxın. Acınacaqlı vəziyyətdə olan yollar deyək. Kimə dərdimizi deyək? İcra hakimiyyətini biz axırıncı səfər açan görmüşük, bilinmir. Kimə dərdimizi deyək, bilinmir. Vallahi maşın, avtomobil nasaz vəziyyətə düşür, baxa bilərsiniz. Yəni ki, yollar nə gündə, izlər nə gündə. Yəni bu Sevinç qəsəbəsi, yəni indiki Məsəti qəsəbəsinin görən heç olmasa bir oturub ağlayanı varmı? Bura Dədə Qorqud'dakı 40 dənə burlaxatın lazımdır ki, qara çalaq eyli gəlib bu qəsəbəni ağlasın. Onsuz bu qəsəbə qəhrəman şəhidlərini verib də. Şəhidlərəsə də hörmət eləyin də, şəhidlərin evlərinə gedən yollarasa da hörmətlə yanaşın ki, onların ailələrinə hardansa bir ola bilər bir jurnalist mi gələr, hansısa bir qonağı mı gələr, hansısa valla acınacaqlı vəziyyətdədir, billah acınacaqlı vəziyyətdədir bu Gəncədəki Məsəti qəsəbənin yolları. Kimə dərdimizi deyək, bilinmir. Kimdir bu işin başında duran, bilinmir. Biz buna görə də Gəncə şəhər icra hakimiyyətinə yox, Azərbaycan Respublikası prezidentinə üst tuturuq ki, cənab prezident, göstəriş verin, dəmir yumruğunuzu necə ki Qarabağın azad olunmasına sərf etdiniz. Dəmir yumruğunuzu xahiş edirik, sizdən çox-çox xahiş edirik. Buranın o asfaltlanmasına, buranın düzəlməsinə sərf edin. Sizlərdən çox-çox xahiş edirik, cənab prezident. Şəhidin adını daşıyan evin qarşısına gəlirik, elə vəziyyətdə gəlirik ki, vallahi billahi özümüzə təcili yardım lazım olur.